Xeyir olsun. Bugün mən sizə ev şəraitində hazırlayıb istifadə edə biləcəyiniz ucuz, keyfiyyətli losyon təqdim etmək istəyirəm. Bunun üçün bizə lazımdır bir xiyar orta ölçüdə. Əslində bu xiyar sizin özünüzdən asılıdır. Nə boyda istəsəniz götürə bilərsiniz və limon. Demək, xiyarı biz Diorkanın ən xırda gözündən keçiririk. Mən artıq keçirmişəm və sıxıb suyunu çıxardırıq. Bunun suyunu çıxartdıqdan sonra xiyarın suyunun yarısı qədər limon suyu əlavə edəcəksiniz buna. Və həmin suyu şüşə bir qaba töküb qoyursunuz soyuducunun ən aşağı gözünə. Hər axşam bu losyonla təmiz üzünüzü, təbii ki, makiyajı üzünüzdən təmizlədikdən sonra təmiz üzünüzü bu losyonla silirsiniz və 5-10 dəqiqədən sonra quruduqdan sonra üzünüzü yuyursunuz. Yəqin ki, çoxunuz darıxacaqdır üzdə belə qalmasından. Yuyursunuz və istəsəniz nəmləndirici üzünüzə çəkə bilərsiniz, istəməsəniz çəkməyin. Yəni bu da özünüzdən asılıdır. Ancaq onu da deyim, əgər üzləriniz qurudursa, bu sizdə təbii ki, limon sizdə qabıqlanma verə bilər, dərinizdə qabıqlanma verə bilər. Bu zaman mütləq nəmləndirici kremlərdən istifadə etmək lazımdır. Əgər üz dəriniz yağlıdırsa, bu demək olar ki, bu losyon tam sizin üçündür. Rahatlıqla istifadə edə bilərsiniz. Bu həm üzdəki sızanaqdan qalma ləkələr üçündür, həm də hamiləlikdən qalan ləkələr üçündür. Rahatlıqla istifadə edə bilərsiniz. Eyni zamanda bunu gözaltı qaralar üçün də çox münasibdir. Yəni bu xiyar da, limon da ağardıcıdır, keyfiyyətlidir. Gözünüzün altına istifadə edə bilərsiniz. Ancaq yəni gözün düşməsindən biraz ehtiyatlı olsanız daha yaxşı olar.